Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vahdahu ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Fe inne astakal hadisi kitabullah. Ve aleykümselam ve rahmetullah. Fe inne astakal hadisi kitabullah. Ve hayral hedi hedi Muhammedin sallallahu aleyhi ve aleyhi ve sellem. Ve şerru umuri muhtesatuhâ. Ve kulle muhtesetin bid'a. Ve kulle bid'atin dalale. Ve kulle dalaletin finnâr. Möhtərəm qardaşlar, Allah subhanahu wa ta'alaya sonsuz sadə şükürlər olsun ki, bizi görüşdürdü belə gözəl bir məclisdə, gözəl bir yerdə. Allah hər birinizə bərəkət versin. Allah subhanahu wa ta'ala kimlər ki, bu məclisi təşkil edib, burada əməyi olub, həm maddi, həm mənəvi. Allah hər birindən razı olsun. Və Allaha sonsuz sadə şükürlər olsun ki, bugün artıq 13-cü orucumuz idi, düzdür? Allah, görürsünüz necə də yəni həqiqi mənada artıq yəni demək olar ki, ayın yarısına çatmışıq. Bu həmi sevinç duydurucu anlardır, həmçindəki kədər. Sevinç odur ki, Allah müvəffəq eləyib, orucumuzu tuturub. Kədər də odur ki, gedir. Həmi həyatımızdan gedir, həmçindəki bu gün ola bilsin bir daha qayıtmasın. Bir daha ola bilsin görməyək. Çünki Ramazan ayı çox böyük bir aydır, mübarək aydır. Bu ayda Allah subhanahu seçdi bu ayı. Bu ayda Quran-ı Kərim nazil oldu və həmçində Allah subhanahu özü bu ayı mübarək adlandırıb. Mübarək nə deməkdir? Yəni o ayda bərəkət çoxdur. Şimdi ayrı vaxtda sözsüz ki, ola bilsin ki, belə hər gün görüşə bilmərsiniz. Hər gün gəlirsiniz, qardaşlarla görürsünüz, bir yerdə iftar edirsiniz. Bir yerdə namaz qılırsınız, dua edirsiniz. Bu, Allahın yanı verdiyi bu aya bərəkətdəndir. Həmçində bu ayda görürsünüz, bütün demək olar şeytanlar, cinlər, düzdürmü? Nədir? Zincirlənirlər. Və sənə fürsət verilir. O fürsət ki, öz nəfsinə qayıtmaq. Yəni, bu aydan qabaq deyirəm ki, şeytandır məni aldadan. Şeytan edir bunu. Və indi neynisən? İndi də nəfsinlə danışmalısan. Orucunu bitirdin. Bəli, öz nəfsinlə danış gör. Bugün necə keçirdin? Neynədin? Hansı amillər elədin? Nə qədər Quran oxudun? Nə qədər istiğfar elədin? Yoxsa yuxu ilə keçirdin? Bəyəm eyni ola bilər o insan ki, yatır, iftara biraz qalmış, durur, iftarını eləyir. Və o birisi şəxs də ki, ayaq üstə olur, Quran oxuyur, zikr eləyir. Əlbəttə ki, bunlar heç biri eyni ola bilməz. Və bilin ki, o ibadət zəngin sayılır Allah qatında. O ibadət ki, bəzənir nə ilə? Allahın zikri ilə. Fərqi yoxdur ibadətdən. İstər oruc olsun, istər həcc olsun, istər ümrə olsun, namaz olsun. O ibadətlərdə ki, sən Allah subhanahu wa ta'aləni çox zikr eləyirsən, o ibadət daha zəngin sayılır və o ibadət Allah qatında məqbul olmasına daha yaxın olur. Heləm gec deyil, sözsüz ki, özümüzü düzəltmək, nəfsimizə qayıtmaq, biz özümüzü düzəltməsək, heç kimi düzəldə bilmərik. Biz özümüzü islah eləməsək, heç nəyi dəyişə bilmərik. Sözsüz ki, qardaşlarım, həmid aləmlərin Rəbbi olan Allaha məxsusdur. O Allah ki, bizə iman verdi, bizi müsəlman etdi. Düzdürmü? Allaha sonsuz sadə şükürlər olsun. Və bizi qorxu içində yox, əmin-amanlıq içində iftar süfrəsi arxasında cəm elədi. Baxsaq yəni, heç bir yaxın yerlərə görürsən ki, onlar nə iftar fikirləşmiş, əmin-amanlıqlarını fikirləşə bilmirlər. Bu böyük bir nimətdir. Bəli, və həmçində Allah Rasulü s.ə.və onun ailəsinə və sahabələrinə salam və salavat olsun. Bugün biz bir süfrə başındayıq. Fikir verirsiniz hər birimiz. Süfrəmizdə ruzi var. Yanımızda ailəmiz var. Amma dünyanın müxtəlif yerlərində insanlar bu axşam süfrə arxasında deyil, qorxu içindədirlər. Onlar isə onu fikirləşə bilmirlər. Müharibə yalnız torpaq itkisi deyil.
o qəlbin rahatlığı da həmçində itirilməsidir. Müharibə o deməkdir, insan yəni torpaq itirsin və yaxud da insan öz nəsə, öz bir, belə deyək, malından, dövlətindən itirsin. İnsan əgərlərin rahatlığını itiribsə və o qəlb rahatlığını itiribsə, rahat deyilsə, artıq bu da elə bil ki, o müharibədə itirmiş kimi sayılır. Allah subhanahu wa ta'ala Qureyş surəsində bildirir bizə Əl-ləzi ət'aməhum min cu'i və əmənəhum min xavf. Yəni, çoxumuzun bildiyimiz surə, Qureyş surəsi 4-cü ayə. O Allah ki, onları azlıqdan doyurdu və qorxudan əmin etdi. Allah subhanahu wa ta'ala burada fikir verin, iki şeyi nimət olaraq, nimət bildirərək zikr edir. Birincisi nədir? Ruzi. İkincisi nədir? Əmin-amanlıq. Çünki tox insan qorxu içərisində rahat deyil. Ola bilsin, bir insan tox olsun, düzdürmü? Amma qorxu içində olsa, o heç rahat olmayacaqdır. Amma əmin, amanlıq içində olan əmin insan isə ruzisi az olsa belə, yəni necəkdir? Yəni, o yenə də Allah'a şükür eləyəcəkdir, əmin-amanlıq olduğuna görə. Bunu yəni bilmək lazımdır. Bunu qardaşlarım dəyərləndirmək lazımdır. Bu böyük bir nimətdir. Vallahi ki, yəni bizim bax belə yığışmamız bura. Sakit, əmin-amanlıqda, fikirləşmirsən bir bir bomba düşəcək, fikirləşmirsən bir dağılacaq və yaxud da qaydacaqsan, evi, ailəni tapmayacaqsan. Bu şeylər yoxdur. Fikir verirsiniz, bu böyük bir nimətdir. Vallahi ki. Allah Resulü sallallahu aleyhi ve sellem hədisdə buyurur ki, kim səhər vaxtı ailəsinin içində əmin-amanlıqda olarsa, bədəni sağlam olarsa və bir günlük ruzisi olarsa, sanki dünya ona verilmişdir. Fikir verin, yəni az bir şey. Səhər vaxtına ailəsinin yanında açıqladı. Düzdürmü? Və sonra bədəni sağlam və həmçində bir günlük ruzi. Baxın, əziz qardaşlarım, bunların hamısı demək olar ki, bizdə var. Yəni, bu fikir, bu nəyə Allah Rasulü s.ə.v bunu nə ilə bərabər elədi? Sanki elə bir sənə, mənə bir üçün dünyanın varlığı verib. Yaxşı, əksinə götürsək. Aleykümselam. Əksini götürsək. Tutaq ki, sənə elə bil ki, dünyanın bütün var dövləti verilibdir. Bildiyin dünyanın ən imkanlı adamsın. Səndən imkanlı adam yoxdur. Amma nədir? Heç də əmin-amanlıqda deyilsin. Qorxusu bir dəyə düşəcək ki, o var dövlətin də yanındadır. Bir dəyə bomba düşəcək, bir dəyə. Sən o var dövlət belə də gözündə bir sıxılı bir şey olmayacaqdır. Deyərsin ki, heç nə olmaz, bir dənə quru çörək olaydı, amma əmin-amanlıqda öldüm su ilə. Düzdürmü? Ona görə baxın, qardaşlarım, yəni bu mühümdür. Bunu yəni dəyərləndirmək lazımdır. Nə qədər çox dəyərləndirərik, o qədər də Allah subhanahu wa ta'ala nimətini bizim üzərimizdə artırar. Deməli, burada üç şey Peyğəmbər s.ə.v qeyd elədi. Üç şey varsa, yəni təhlükəsizlik, sağlamlıq və ruzi. İnsanın dünyanın ən böyük nimətləri içindədir. İnsan ən böyük dünyanın nimətləri içindədir. Baxın, qardaşlarım, yəni əziz qardaşlarım, bu müharibələr, ətrafda olan müharibələr bizə nəyi xatırladır, nəyi bildirir? Yəni faniliyi. Fanidir hər bir şey. Dünən güclü olan bu gün zəifləyə bilər. Düzdürmü? Dünən rahat olan bu gün imtihan içində ola bilər. Bu isə mömin üçün sözsüz ki, dərs var burada, böyük dərs var. Birinci dərs nədir? Nemətin qədrini bilmək. İkinci dərs nədir? Nemətin davamı üçün itaətdə olmaq. Birinci nə oldu? Nemətin qədrini bilməlisən. İkinci nədir? Nemətinin davamlı olması üçün itaət üzərində olmalısan. Asilikdən qaçmalısan, günahdan qaçmalısan. Çünki insan asi olarsa, günah içində olarsa, nemətlərin getmənə səbəb olar. Yəni, çünki təhlükəsizlik yalnız silahla qorunmur. Təhlükəsizlik yalnız silahla qorunmur, qardaşlar. Təhlükəsizlik Allahın
qoruması ilə qorunur. Əgər cəmiyyətdə günah yayılırsa, ailələr namaz və yaxud da qılmırsa və yaxud namazda zəifləyirlərsə, ədalət yox olursa, ilahi qorunma da zəifləyir. Allah tərəfindən qorunma da zəifləyir. Bəli, Allah qorusun. Ona görə gün üçün eləməli, hərə özü öz üzərində çalışmalıdır. Sən baxmayacaqsan, filan kəs bunu edir, onu eləmir. Və yaxud baxmayacaqsan ki, mən namaz qılıram, neçə ildir filan kəs namaz qılmır. Və yaxud da görə, sən əksinə qardaşım, baxacaqsan, sən neçə ildir namaz qılsan, düzgün şəkildə bugün günü Quran oxuya bilmirsən. Baxacaqsan, əgər oxuya bilirsənsə, sən bugün günü neçə ildir namaz qılırsan, Qurandan nə qədər bilirsən? Düzdürmü? Və yaxud da baxırsan ki, sən meçid ola, əmin-amanlıq olduğu halda sən evindən rahat çıxa bilirsən, sən bugün günü çıxıb sübh namazına gəlmirsən meçidə, işə namazına gəlmirsən meçidə. Necə olacaq bəs? Sən Allah qorusun, sabah əmin-amanlıq götürürsə, necə olacaq bəs sənin halın? Tamamilə mi tərk eləyəcəksən ibadəti? Eləməyəcəksənmi heç Allaha ibadət? Sən tam əmin-amanlıq içindəsən. Bugün günü rahatsızlıqdan bir çıxa bil evimizdən çölə. Gedə bilirik, amma biz onu eləmirik. Getmirik. Nəsə bəhanələr axtarırıq. Hansı bəhanədir? Yəni, siz bilirsiniz, qardaşlarım, gün gələcək, elə insanlar olacaq ki, həqiqətən də onlar üçün ola bilsin ki, üzr ola bilərdi ibadətə gəlməmək. Yəni, ibadət eləmək yox, məscidə gəlməmək. Amma onlar gəldiyi halda biz gəlmirik, onlar necə olacaq? Qiyamət günü onlar gətiriləcəkdir, bizimlə üzbəyiz qoyulacaqdır. Bugün biz dövrədə idik, mən özüm şəxsən gördüyüm an. Təsəlli mən qurudum qaldım. Dövrədə Şeyx Raslan Hafizullahın dövrəsi idi. Fasilə idi namaza. Qapının ağzında durmuşdum çöldə. Bir görüm bir dənə orada motosiklet var. Onlar elə belə deyək, qusuru insanlar üçün necə ki bizdə böyrlərində təkərlər qoyurlar, sonra rulda nələrsə edirlər. Bu insanın düşdü, bunun göbəyindən aşağı hissəsi heç bir işləmirdi. Yalnız əli işləyirdi. Yəni, ayaqlar sanki yox kimidir, var amma yox kimi sürünür. Bu insan düşdü motosikletdən, təsəlliyin, əlləri ilə pilləkənləri qalxdı və heç kimi də köməkləməyə qoymadı. Özü girdi, məscidə getdi. Bu adam namaza gəlib, vaxt namazında. Bu adam dövrəyə gəlib faydalanmağa. Və sən mən necə olacaq bizim halımız? İnsan belə baxırsan, deyirsən, Allahım, subhanallah. Hamıda olur da zəifçilik, Allah hər birimizi rəhm eləsin. Deyirsən, yəni, Allah müstəhan, Allah köməyimiz olsun da. Bu insan gəlir namazlara, sübh namazına gəlir, işə namazına gəlir. Bu insan gəlir ki, şeyxdən faydalanmaq. Biz isə hər bir şeyimiz olduğumuz halda, yəni, əlimiz var, ayağımız var, əlhəmdülillah. Nədir bəhanələr axtarır, Allah qorusun. Yəni, birincisi, qardaşlar, kişi evin içinin əmin-amanlığını mənbəy olmalıdır. Yəni, ilk olaraq evinin içinin əmin-amanlığının mənbəyi olmalıdır. Yəni, nə etməlidir? Yəni, ailəsini, birinci, sən evdə mənbəy olmağın üçün özün mənbəy olmalısın. Nümunəvi olmalısan. Yəni, sən günah içində ola-ola kimsə islah elə bilmərsən. Yəni, sənin övladların və yaxud sən dəvət edin insan sənin danışdığına baxmır, qardaşlarım çox var. Sənin əməllərinə baxır, sənin hərəkətlərinə baxır. Sən misalsın, bugün üstündə ən böyük olan fitnə otur telefonda, düzdür mü? Hətta Quran oxusan belə neçə dəfələr demişik. O uşaq onu görmür ki, sən Quran oxu. O uşaq görür, sən telefondasan. Sən bilmir o, gəlib sənə baxmır belə nəyə baxırsan. Ona görə soramda uşaqlara deyəndə telefonda olma və s. Axır görürsən, ağır gəlmə olaraq ki. Özünlə danışır, əgər yaxşı şey deyirsə, ata sən niyə oturursan bunda, sən niyə baxırsan? Amma o sənin görürsə kitabda, zikirdə, namazda, duada, əlbəttə ki, bu daha tez olacaq səbəb islah olması üçün. Yəni, ailəsi onun yanında qorxu yox, arxainlik hiss eləməlidir. Qorxu, yəni girdin evə, uşaq belə pismasın, yer axtarır girməyə, bu yox, bu qardaşlar güclü kişiliyə dəalət eləmir. O qorxun müvəffəqiyyəti bir şeydir. Sabah o biraz güc yığanda səndən qorxmayacaqdır, böyüyəndə. Amma o səndən həqiqi, sənin dinini sevib, sənin əxlaqını, ədəbinə vurulsa, o daim elə bil ki, nə deysən, onunla oturub duracaqdır. Güc qüvvət, bu gün var, sabah yoxdur.
Amma bizim dinimiz əbədidir. Əgər evin daxilində sakitlik yoxdursa, zahiri nə qədər təhlükəsiz görünürsə görünsün, bu tam nemət sayılmaz. Zahirən görünə bilər. Amma evin daxili təhlükəsizlik deyilsə, heç nə qardaşlar. Bugünkü gündə, əziz qardaşlarım, biz iftar süfrəsində yalnız oruc açmaq, öyrənmədik. Bu olmadı. Biz nəyi öyrəndik burada? Daha doğrusu, nəyi bilməliyik? Biz şükür etməyi öyrəndik. Düzdürmü? Bu süfrə bizə deyir. Nəyi deyir? Sən rahat oturmusan, şükür et. Sənin şəhərində mərmi səsi yoxdur, şükür et. Sənin ailən yanındadır, şükür et. Əlhəmdülillah, fikir ver. Neçə ölkələr, qardaşlar, vəziyyət o deyil. Allaha sonsuz sayıla şükürlər olsun, qardaşlar, nemətsindir. Və nə etməliyik? Həmçində dua etməliyik ki, Allah subhanahu wa ta'ala bu nemət daim olsun, davamlı olsun. Nemətin əgər artmağını istəyiriksə, baxın qardaşlar, özümüzdən başlamalıyıq. Nə edəcəyik? Allah subhanahu wa ta'ala'ya dönəcəyik, düzəldəcəyik özümüzü. Və sonda da ki, söz ki, çox da uzatmayayım Allahın izni ilə, qabaqda namazımız var. Allah müvəffəq eləsin hər birimizi xeyrə. Allah subhanahu wa ta'ala'ya dua edirəm, ya Rəbbimiz, bizə imanla birlikdə əmin-amanlıq ver. Günahlarımızı səbəbi ilə bizdən nemətləri alma. Qəlblərimizi islah et. Ölkəmizi və həmçində başqa müsəlman ölkələrini əmin-amanlıqda ilə qoru. Və həmçində Rəbbimizdən diləyirəm ki, bizim ölkəmizə, millətimizə, xalqımıza, dövlət başçımıza, kimlər ki, hiylə qurur, onların qarşısını Allah subhanahu ta'ala özü alsın. Allah subhanahu ta'ala bizim başçımıza kömək olsun, daim düzgün şəkildə qərarlar verməyə. Allah subhanahu ta'ala onun ətrafını daim xeyir insanlarla dolu etsin, artırsın. Və Allah subhanahu ta'ala əgər onun ətrafında xəbis insanlar varsa, ona tələ quran, onun ayağın altını qazan, onları oradan uzaq eləsin. Və Allah subhanahu ta'ala bizim üzərimizdə, ölkəmizin üzərində, millətimizin, xalqımızın üzərində nemətlərini artırsın. Və Allah subhanahu ta'ala bizim ölkəmizi əmin-amanlıq içində eləsin. Və həmçində ki, o ölkələr ki, hansılarda ki, müsəlman ölkələrində əmin-amanlıq pozulub, Allah tezliklə onlara qaytarsın onu. Və kimlər ki, xəstədir müsəlmanlardan, Allah şəfa versin onlara. Və Allah subhanahu daha doğrusunu bilir. Allah bizə istifadən eləsin. Subhanakallahumma bihamdik. Əşhədu ən la ilahə illə əntə əstəğfiruka və etûbu ileyk.